Dostlar, hər vaxtınız xeyir olsun. Sosial yardımla bağlı növbəti bir video ilə qarşınızdayam. Bugünkü mövzumuz isə sosial yardım sənədinin telefon vasitəsilə sistemə daxil edilməsidir. Bir çox izləyicimiz bununla bağlı bizə yazmışlar ki, sosial yardım sənədini özümüz evdə telefon vasitəsilə necə sistemə daxil edə bilərik. Onun üçün də bununla bağlı bir video çəkdik. Dostlar, çox xahiş edirəm, hər şeydən əvvəl videonu bəyənib, rəy yazmağı da unutmayın, videonu paylaşmağı unutmayın. Çünki bu video heç bir platformada yoxdur. Onun üçün də bəzi maklerlər gəlib bizim kanalımızdan şikayət edərək kanalımızı bağlatdırır. Onun üçün də videoya maksimum bəyəni və yorum yazın. Dostlar, evdə oturduğunuz yerdə, yəni telefonunuz vasitəsilə sosial yardım sənədinizi sistemə necə daxil edə bilərsiniz? İndi mən bunu sizə addım-addım göstərəcəm. Siz də öz sosial yardım sənədinizi telefonunuz vasitəsilə sistemə asanlıqla daxil edə bilərsiniz. Dostlar, amma çox xahiş edirəm ki, hər kəs videoya əvvəldən axıra kimi diqqətlə baxsın. Bilmədiyi yerləri yenidən rəy bölməsində bizə sual verərək sualını ünvanlaya bilər. Videoya axıra kimi baxmamış bəzi izləyicilər başlayırlar suallar verməyə. Amma həmin sualın cavabı videoya baxsa videonun daxilində var. İndi isə başlayaq necədir? Deməli dostlar, bunun üçün nə etmək lazım? Telefonunuzda internet brauzerə daxil olursunuz və axtarış yerinə sosial yardım üçün müraciət yazırsınız. Açılan pəncərədə ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi üzərinə vururuq və belə bir pəncərə açılır və burada isə xidmət başqa səhifəyə yönləndiriləcəyin üzərinə vururuq. Deməli dostlar, səhifə açılandan sonra bizdə digər üsullar deyə bir yer var. Digər üsulların üzərinə vururuq və bizdə bura əmas sisteminə girmək üçün 3 seçim verir. Yəni 3 açar verir. Sima imza ilə, asan imza ilə və identifikasiya nömrəsi ilə. Yəni bu 3 açardan hansı sizdə varsa, siz bu 3 açardan biri ilə əmas sisteminə daxil ola bilərsiniz. Yəni Sima imza özünüz telefonda Play Marketdən yükləyərək qeydiyyatdan keçə bilərsiniz, pulsuzdur. Həmçinin identifikasiya nömrəsi ilə qeydiyyatdan keçə bilərsiniz. Və yaxud da ki, əgər bunların heç birisini bacarmırsınızsa, vətəndaşlar üçün asan imza nömrəsi gedib ala bilərsiniz, onunla da qeydiyyatdan keçə bilərsiniz. İndi biz burada asan imza vasitəsilə qeydiyyatdan keçəcəyik, onun üçün də bura daxil oluruq asan imza yerinə və burada asan imza ilə daxil olduqda burada nömrəni seçməliyik, yəni hansı nömrə ilə daxil oluruq. Asan imza nömrəsini bura yazmalıyıq. İndi mən asan imza nömrəsini yazacağam. Deməli, nömrəmizi yazırıq bura. Və buradan isə ID-ni daxil edirik. ID də asan imza nömrəsi alarkən, aldıqdan sonra asan xidmətdən aldığınız nömrə üçün sertifikatda yazılı olur. Biz nömrəmizi yazırıq bura və daxil olun üzərinə vururuq. Daxil olun üzərinə vurduqda isə sizin nömrəni qoyduğunuz telefona bildiriş gələcək və həmin bildirişi siz qəbul edərək asan imza üçün PIN 1-i daxil etməlisiniz. Daxil etdikdən sonra isə avtomatik olaraq siz burada sistemə daxil olmuş olacaqsınız. İndi biz deməli qəbul etdik. Aha, sistemə daxil olduq. Sistemə daxil olarkən bu xəta çıxır. Deməli, siz bu səhifəyə baxmaq hüququnuz yoxdur. Və bunun əsas səhifəyə qaydın üzərinə vuraraq səhifəyə daxil oluruq. Və belə bir pəncərə açılır. Belə bir pəncərə açıldıqdan sonra sağda yuxarı küncdə, sağda 4 xəttin üzərinə vururuq və sol tərəfdə açılan pəncərədə isə sosial ödənişlərə müraciət. Yəqin ki, görürsünüz bunu. Sosial ödənişlərə müraciətin üzərinə vururuq və açılan pəncərədə isə birinci ünvanlı dövlət sosial yardıma müraciətin üzərinə vururuq. Və belə bir pəncərə açılır. Belə bir pəncərə açılır. Burada ərizə nömrəsini seçilməsi. Ərizə nömrəsinin yerinə həmin asan xidmətdən, yəni notariusdan aldığınız ərizənin aşağısında olan nömrəni qeyd edirsiniz. İndi biz nömrəmizi də yazırıq bura. Və nömrəni yazdıqdan sonra isə axtar düyməsinin üzərinə vururuq və nömrə tapıldıqdan sonra isə irəli düyməsini vururuq. İrəli düyməsi vurduqdan sonra artıq burada təmsilçi haqqında
məlumatlar gəlir və burada digər əlaqə vasitələri deyilən bir bölmə var. Bura isə ailə üzvlərinin nömrələrini qeyd etmək lazımdır. Yəni 1 nömrə, 2 nömrə, 3 nömrə, yəni ən azı 1 nömrə olmaqla qeyd olunmalıdır ki, maddi məişət şəraitinin müayinəsi gələnlər əgər sizin ünvanınızı tapmasa, sizinlə əlaqə saxlaya bilsinlər. Burada bir əsas məqsədim, birini də deyim ki, deməli, kimin ev telefonu varsa, bu əlaqə vasitələri bölməsinə ev telefonu mütləq və mütləq yazılmalıdır. Deməli, digər əlaqə vasitələrinin qarşısındakı üstəgəl işarəsini basırıq və burada əlaqə vasitəsinin növü yerində görürsünüz, burada yazır mobil telefon, ev telefonu. Ev telefonu kimdə varsa mütləq və mütləq ev telefonu qeyd olunmalıdır. İndi biz mobil nömrəni seçirik və bura təmsil. Dostlar, bura biz nömrəni yazırıq, mobil telefonu yazdıq. Nömrəni yazarkən əvvəlinə 0 yazmağa ehtiyac yoxdur, çünki plus 994 Azərbaycan kodu qarşısında var. Nömrəni dəqiq düzgün yazdığınızdan arxayın olun və nömrəni yazdıqdan sonra əlavə et düyməsinə vururuq və digər ikinci bir nömrəni yenə mobil seçirik. İkinci nömrəni əlavə edirik. 700 deməli. Və əlavə et düyməsinə yenidən basırıq. Ailə üzvlərinin nömrələrini yazdıqdan sonra isə irəli düyməsini vururuq və burada gəlir ikinci pəncərə. İkinci pəncərədə yaşadığınız, burada məlumat yaşadığı evdə mülkiyyət növüdür. Deməli, buranın üzərinə vururuq, bizim qarşımıza nə çıxır? Kirayədə qalır, kirayə müqaviləsi aslında. Mülkiyyətindədir, yəni şəxsi mülküdür və yaxud da ki, ödəniş etmədən yaşayır. Bunlar nə deməkdir? Əgər kimlər ki, kirayədə yaşayırsa, birincini seçməlidir. Kirayədə yaşamaq nə deməkdir? Yəni, kimlər ki, kirayədə yaşayırsa, onun kirayə müqaviləsi varsa, kirayə müqaviləsi, həmin insanlar birinci bölməni seçməlidir. Kimlər ki, kirayədə yaşayır, amma kirayə müqaviləsi yoxdursa, onlar yəni birinci bölməni seçməsinlər. Çünki maddi məişət şəraitinin müayinəsi zamanı əməkdaşlar əgər birinci bölməni seçənlərdən kirayə müqaviləsini tələb edəcək. Əgər kirayə müqaviləniz yoxdursa, siz onu göstərə bilməyəcəksinizsə, yəni birincini seçməyə ehtiyac yoxdur. Kimin öz evidirsə, ikincini seçməlidir, yəni mülkiyyətindədir. Və yaxud da kimlər ki, qohum evində yaşayırsa, üçüncünü seçməlidir. Kimlər ki, qohum evində yaşayırsa, üçüncünü seçməlidir. Yəni ödəniş etmədən yaşayır. Yəni başqasının evində yaşayır, amma ödəniş etmir. Üçüncünü seçməlidir. İndi bizim vətəndaş deməli, bizim ailəmiz mülkiyyətində, yəni şəxsi mülk olduğu üçün biz bunu seçirik. Və kimlərin əgər şəxsi mülküdürsə və evin çıxarışı varsa, həmin çıxarışın nömrəsinin, reyestr nömrəsini burada yazmalıdır. O biri deməli kiraya yaşayan və başqasının evində yaşayan reyestr nömrəsi yazmağa ehtiyac yoxdur. Kimin şəxsi mülküdürsə və əgər çıxarışı varsa, çıxarışı yoxdursa boş saxlayacaq. Əgər çıxarışı varsa, həmin çıxarışın reyestr nömrəsini bu xanadan daxil etməlidir. Deməli, ondan sonra dostlar gəlir ev təsərrüfatının ünvanı barədə məlumatlar. Deməli, qarşısındakı bu birinci üstəgəl işarəsinə vururuq. Burada biz şəhərimizi seçməliyik. Yəni, hansı şəhərdir, hansı rayondur və yaxud da şəhər və rayon fərqi yoxdur. Yəni, hər kəs öz ünvanını yazmalıdır burada. Deməli, üzərinə vururuq. Burada pəncərə açılır, hansı rayondur. Siz istəsəz burada adını yazıb da axtara bilərsiniz. İstəsəz aşağı sürüşdürərək, yuxarı sürüşdürərək də bunu tapa bilərsiniz. Deməli, hər kəs yaşadığı rayonu tapmalıdır. Kim hansı rayonda yaşayır, seçim etməlidir. Və burada isə rayonun kəndidir və yaxud da şəhərin nə idi, onu seçməlisiniz. Burada da hansı rayonun kəndidirsə və yaxud da hansı şəhərin qəsəbəsidirsə, hansı şəhərin rayonudursa, həmin yeri buradan artıq seçim etməlidir. Deməli, indi biz də öz yerimizi seçəcəyik. Ondan sonra isə ən aşağıdasa ünvan bölümündə isə konkret ünvan yazılmalıdır. Yəni deyək ki, Bakı şəhəri, Nizami rayonu, filan küçə, filan məhəllə, filan mənzil, filan ev. Və yaxud da ki, deyək ki, hansısa rayondursa, filan rayon, filan kənd, filan yer. Beləsinə konkret ünvan bölməsində isə yazılmalıdır. Dostlar, ünvanınızı yazandan sonra isə yadda saxla düyməsinə vuraraq yazdığınız məlumatları yadda saxlayırsınız. Sonra keçirik ev təsərrüfatının yaşadığı evdə kommunal operator növləri. Üstəgəl işarəsinə vururuq və burada biz
Azəreşıq, Azəriqaz və Azərisu haqda məlumatlarımızı yazmalıyıq. Məlumatlar da deyəndə abonent kodlarını yazmalıyıq. Deməli, birinci seçirik, məsələn, Azəreşıq. Azəreşıq seçəndən sonra operatorun kod növü, abonent kodunu seçirik və aşağıda isə abonentin kodunu yazmalıyıq. Belə seçib kodu yazdıqdan sonra əlavə et düyməsini vururuq və əlavə olunur. Və yenidən ikinci dəfə indi Azəriqazı yazmaq üçün isə yenə də ev təsərrüfatında yaşadığı evdə kommunal operator növlərinin qarşısındakı üstəgələ yenə də vururuq və buradan artıq ikinci Azəriqazı seçirik. Və yenə də burada iki seçim gəlir. İkincidə operatorun kodunun növü qarşısında abonentin kodu və yaxud da sayğacın nömrəsi. Dostlar, bunun ikisini də yazmağa ehtiyac yoxdur. Birini yazsınız kifayətdir. Əgər abonent kodu əlinizdə varsa abonent kodunu yazın. Yox, abonent kodu yoxdursa, sayğac nömrəsi əlinizdə varsa sayğac nömrəsini yazın. İndi biz abonent kodu olduğu üçün abonent kodunu seçirik və abonent kodumuzu daxil edirik. Dostlar, bunu da yazdıqdan sonra, Azəriqaz da yazdıqdan sonra, kimlərdə ki, məsələn, deyim, məndə kartla da mənə bildiriş verilmir. Həmin insanlar, hansı ki, kart vasitəsilə terminallarda ödəniş edib qəbz alırlar, həmin qəbzlərdə abonent kodları olur. Və üçüncü, yenə üstəgələ işarəsini vuraraq artıq burada Azərsu məlumatlarınızı yaza bilərsiniz. Dostlar, deməli, kommunal kodlarımızı yazdıqdan sonra isə üçüncü bir kateqoriya gəlir bura. Ailənin sahib olduğu təsərrüfat kateqoriyası. Yəni, bu nə deməkdir? Burada sizin bu kateqoriyaya daxil oluruq. Yəni, ailə üzvlərinin, ailənin saxladığı burada heyvanlar, quşlar varsa, bura qeyd olunmalıdır mütləq. Yəni, rayon yerində, kənd yerində kimlər yaşayırsa, məsələn, burada at, camış, qoyun, qaz, cavan mal, buzov, kəklik, baramaçılıq, arı ailəsi, arı saxlayan olabilir, toyuq, ördək, inək. Yəni, bu kateqoriyada olan hər hansı bir malınız varsa, bunlar mütləq şəkildə qeyd olunmalıdır. Əgər qeyd etməsəz, maddi məişət şəraitinin müayinəsi zamanı əməkdaşlar gəlib əgər həmin bunlardan hansınsa həyətdə aşkar edərsə, yəni bu imtina səbəbidir, sizə imtina verəcəklər. Onun üçün də sizdə nə varsa, bura bir-bir sayı ilə qeyd olunmalıdır. Deyək ki, məsələn, inəyiniz varsa, inəyin üzərinə vurursunuz və burada sayını qeyd edirsiniz. İndi məsələn, bizim sənəd göndərdiyimiz ailənin 2 dənə inəyi var. Ona görə bura inək yazıb və sayını 2 yazıb əlavə edirsiniz. Əgər yanında buzov varsa, balası varsa, buzov qeyd edirsiniz. Bir inək, məsələn, bir buzov. Və ya toyuq varsa, sayını qeyd edirsiniz. Hind toyuğu varsa, sayını qeyd edirsiniz və əlavə et düyməsinə vurursunuz. Yəni, burada ailənin nəyi varsa, hamısı bura yazılmalıdır. Dördüncü isə burada həyətyanı sahə barədə məlumatlar. Yəni, kimin həyətyanı sahəsi varsa, mütləq onun sahəsi burada qeyd olunmalıdır. Bina evində yaşayanlar bu bölməyə daxil olmağa ehtiyac yoxdur. Çünki bina evində yaşayanların həyəti olmadığı üçün, həyətyanı sahəsi olmadığı üçün onlar bu bölmədə heç bir əməliyyat yerinə yetirməyəcəklər. Amma kimlər ki, həyət evində yaşayır və həyətyanı sahəsi varsa, yəni bir sot belə olsa, yarım sot belə olsa, yəni mütləq şəkildə qeyd olunmalıdır. İndi isə həyətyanı sahəni qeyd edirik. Həyətyanı sahənin qarşısındakı üstəgələ işarəsinə vururuq. Deməli, dostlar, açılır belə bir pəncərə. Burada hansı rayon və yaxud da şəhər olduğunu yazırsınız. Burada hansı, məsələn, rayon, hansı kənddir, şəhər, hansı qəsəbədir, buradan qeyd edirik. Ünvanı dəqiqliyi ilə yazırıq. Və buradan isə ünvanı yazdıqdan sonra həyətyanı ərazinin sahəsini yazır. Görürsünüz, burada hektarla da ifadə olunur. Burada metrlə də ifadə olunur. Ola bilər, məsələn, sizin həyətyanı sahəniz balacadır, azdır, neçə kvadrat metrdirsə, yəni həmin ərazi yazılmalıdır. Məsələn, indi bizim sənəd göndərdiyimiz ailənin həyətyanı sahəsi 15 sotdur. 15 sot necə yazılır? Burada görürsünüz, hektarla ifadə olunduğu üçün 0.15 yazılmalıdır. Bu da 1500 kvadrat eləyir, avtomatik aşağısında yazır. Əgər məsələn sizin həyətyanı sahəniz 1 sotsa 0.01 yazılacaq. 100 kvadrat metr. Və yaxud da 10 sotsa 0.10 yazılmalıdır. Yəni bu qayda ilə yazılır. Yəni əgər birbaşa məsələn sizin həyətyanı sahəniz 10 sotsa götürüb bura 10 yazmayın. Onda bu 10 hektar sayılacaq və gəlib sizə maddi məişət şəraitinin müayinəsindən sonra gəlib imtina verəcəklər ki, həyətyanı sahəni düzgün qeyd etməmisiniz. İndi 15 sot olduğu üçün 0.15 yazırıq ki, 15 sot olsun.
Bu reestr nömrəsi bölümündə isə kimlərin əgər həyətyanı sahəsinin sənədi varsa, sənədin reestr nömrəsini yaza bilər. Yəni çıxarışı varsa, yoxdursa bu xananı da boş saxlayacaqsınız. Və həmçinin başqasının evində yaşayanlar da həyətyanı sahə haqqında məlumatı mütləq və mütləq qeyd olunmalıdır. Və əlavə et düyməsinə vururuq. Və bu bölmədə də işimiz bitdi və ən aşağıda irəli düyməsini vururuq ki, keçək. Bu bölmədə isə ailə üzvləri haqqında artıq məlumatları yazmalıyıq. Ailə üzvləri haqqında məlumatları. Dostlar, burada isə ailə üzvləri barədə məlumatları bir-bir qeyd etməliyik. Ailə üzvlərinin bir-bir qarşısındakı üz aşağı ox şəklini vururuq və ailə üzvləri haqqında məlumatları qeyd. Ən əsas yer buradır. Deməli, burada hamı diqqətlə qulaq assın. Deməli, başlayaq ən birinci ailə üzvündən. Ən birinci üstə ox işarəsini üz aşağı vururuq və açılan pəncərədə. Məsələn, deyək ki, bu anadır. Ailədə olan anadır. Əgər ana, bax görürsünüz burada 8 yaşınadək uşağa qulluq edən şəxs, xüsusi dövlət himayəsində olan şəxs. Xüsusi dövlət himayəsində olan şəxsi qoyuruq bir kənara. Yəni bu bizə lazım olmayan bir kateqoriyadır. 8 yaşınadək uşağa qulluq edən şəxs. Əgər ailədə 8 yaşdan aşağı uşaq varsa və ana 8 yaşdan aşağı uşağa qulluq edən şəxsdirsə, bu üzərinə qalıçqa qoyuruq. Əgər siz bunun üzərinə qalıçqı qoymasanız, sənədi göndərsəz, imtina gələcək ki, ailənin 18 yaşdan yuxarı əmək qabiliyyətli üzvünün məşğulluğun təmin edilməməsi ilə bağlı sizə imtina gələcək. Onun üçün də məsələn ananın məlumatlarında və yaxud da ki, atanın məlumatlarında, yəni burada şərt o deyil ki, uşağa ancaq ana baxmalıdır. Ola bilər ana işləyən qadındır və uşağa atanın işi yoxdur, onun üçün də uşağa ata baxır. Yəni onda atanın məlumatlarının qarşısında 8 yaşındakı uşağa qulluq edən şəxs kimi qalıçqa qoyulmalıdır. İndi biz burada ananın 8 yaşındakı uşağa qulluq edən şəxs olduğu üçün qalıçqa qoyuruq və keçirik digər məlumatlarına. Gəlirik burada xüsusi gəlir məlumatları. Xüsusi gəlir məlumatları nədir dostlar? Xüsusi gəlir məlumatları, gəlirin növünə baxaq. Tələbə təqaüd gəlirlər. Əgər ailədə, mən burada indi bir şəxsin üzərində bütün məlumatları sizə deyəcəm, qalan bütün şəxslər eyni ilə gedir. Əgər ailə üzvü tələbədirsə və tələbə təqaüdü alırsa və bu tələbə təqaüdü mütləq bura yazılmalıdır. Tələbə təqaüd gəlirləri vururuq və gəlirin məbləği illik gəlirin məbləği. Yəni ki, bir il ərzində nə qədər təqaüd alıbsa, həmin məbləğ bura yazılır. Məsələn, deyək ki, ayda 100 manat alır, 1200 manat pul alıb. Və gəlirin periodu da illiyi seçirik. Və əlavə et düyməsinə basırıq. Yox, əgər tələbə deyilsə, bu xananı da boş saxlayırıq, heç bir şey yazmırıq. Yəni, bu tələbələrə aiddir. Xüsusi dövlət himayəsi ilə bağlı bu bizə aid deyil. Və burada gəlir aliment ödənişləri ilə bağlı gəlirlər. Kimlər ki, aliment alırsa, yəni ən əsas məsələ də buradır. Kimlər əgər aliment alırsa, birinci növbədə sənədi göndərməmişdən əvvəl mediasiyaya gedərək son bir il ərzində aldığı alimentin məbləği ilə bağlı arayış almalıdır. Yəni arayışda göstərilir ki, filankəs o filankəs, filankəs qızı həqiqətən də burada qeydiyyatdadır və son bir il ərzində yəni filan qədər aliment alıb. Həmin arayışda göstərilən, yəni bunu öz-özdən yazmağa ehtiyac yoxdur. Çünki sözə inanan yoxdur, sənəd göstərməlisiniz. Həmin arayışda göstərilən məbləği də aliment ödənişləri ilə bağlı gəlirləri seçərək, həmin məbləği bura yazıb, illik periodunu seçib əlavə et düyməsinə basmaq lazım. Yəni kimlər aliment alırsa mütləq və mütləq arayış almalıdır və arayışda göstərilən son bir ildə aldığı məbləğ bura yazılmalıdır. İndi ola bilər ki, bəzi adamlar deyirlər ki, mən aliment almıram. Əgər aliment almırsınızsa boş sənəd verəcək ki, bu burada qeydiyyatda son bir il ərzində aliment almayıb. Yəni, amma arayış mütləq alınmalıdır. Və həmin onda buranı boş buraxırsınız, heç nə yazmırsınız. Yəni bu xüsusi gəlirlərlə bağlıdır. Tələbə gəliri və alimentlə bağlı. Və gəlirik burada qeyri-rəsmi gəlirlər bölməsinə. Qeyri-rəsmi gəlirlər bölməsində isə gəlirin növlərinə baxaq indi burada. Qeyri-sahibkarlıq fəaliyyətinin əldə olunan gəlirlər, əmanətlər, depozitlər və onlara görə faiz gəlirləri, qiymətli kağızlardan əldə olunan gəlirlər. Yəqin ki, bu yəni aşağı təbəqələrə, ailələrə aid deyil. Kənd təsərrüfatından gəlirlər, əmlakın satışından gəlirlər. Yəni, əgər siz son bir il ərzində, məsələn, əmlak satmışsınızsa, həmin əmlakdan gəlirlər, yəni bu bölmədə yaza bilərsiniz. Və yaxud da kənd təsərrüfatından gəliriniz olubsa, bura yaza bilərsiniz. Torpaq payından gəliriniz varsa, bura yaza bilərsiniz. Torpaq payından gəlir, indi bəzi adamları çaşdırar, pay torpaq olanlar götürər, bura gəlir yazar, yox.
Yəni ki, bunun ona aidiyyəti yoxdur. Pay torpaqla bağlı gəlirləri sistem özü hesablayır. Sadəcə siz pay torpağa görə mülkiyyətçinin adına vöhün açırsınız və pay torpağa görə gəliri sistem özü hesablayır. Yəni onun barədə bura heç nə yazmağa ehtiyac yoxdur. Həyətyanı torpaq sahəsində əldə olunan gəlirlər, ümumi gəlirlər ən çox istifadə olunan bu bölmədə ailə üzvünün muzlu şahid olmayan fəaliyyətindən gəlirlər. Bəzi insanlar məsələn pay torpaqla və yaxud da uşağa baxmaqla müraciət edirlər. Həmin ailələr məsələn deyək ki, fəhlə işləyir və yaxud da ki, usta işləyir və yaxud da nə işləyir. O ki, ailə üzvünün muzlu şahid olmayan və özünə gəlir yazır. Gəlir yazan insanlar isə bax burada ailə üzvünün muzlu şahid olmayan fəaliyyətindən gəlirlər seçərək son bir il ərzində qazandığı gəliri bura daxil etməlidir. Burada kimlərsə məsələn son illərdə avtomobil məsələn maşın olub deyək ki və yaxud da ki ev olub satıbsa, həmin bu bölmədən daşınar və ya daşınmaz əmlakdan gələn gəlirlərlə bağlı bölmədən öz gəlirlərini yaza bilər. Və yaxud da ki xaricdən sizə pul gəlibsə son bir il ərzində ailə üzvünün digər şəxslərdən və yaxud da ki ölkə xaricində aldığı vəsaitlər bölməsindən öz gəlirlərinizi yaza bilərsiniz. Bu bölməni də dostlar sizə mən başa saldım. Sahibkarlıq fəaliyyəti bizə aiddir. Əgər kimlərdə ki sahibkarlıq fəaliyyəti, məsələn deyək ki vön varsa, həmin insanlarda bu bölmə aktiv olacaq. Bu bölmə aktiv olanda da orada sadəcə girib vönü seçərək və vön qarşısında vönün kateqoriyasını, yəni hansıdır? Məsələn pay torpağa aid vönsə kənd təsərrüfatı seçilir. Və yaxud da sahibkarsa indi orada dəqiqləşdirmək lazımdır ki, sadələşmiş vergi ödəyicisidir və yaxud da ki, sabit vergi ödəyicisidir və illik gəlir barədə məlumatlarınızı yazmalısınız. Bura ilə də qutardıq dostlar. Deməli, bu ailə üzvünün də məlumatları ilə qutardıq. Deməli, burada yenə həmçinin bütün ailə üzvünün də bax, gəlirləri haqqında məlumatları bura yazmaq lazımdır. İndi bir də bir şey qeyd edim ki, əgər siz rəsmi şəkildə əmək müqaviləsi ilə işləyirsinizsə, o gəlirlər bura yazılmır. Bura ancaq hansı gəlirlər yazılır? Sistemdə görünməyən gəlirlər. Sistemdə görünməyən gəlirlər, yəni muzlu şahid olmayan gəlirlərdir. Nəyisə satmışsınızsa ona aid gəlirlərdir. Bax, bu gəlirlər yalnız bura yazılır. Kimlər ki, rəsmi şəkildə işləyirsə, maaş alırsa, onların gəlirləri sistem üzərindən avtomatik olaraq görülür. Onlar barədə heç bir məlumatı bura yazmağa ehtiyac yoxdur. Ola bilər kimlərsə deyək ki, kafedə işləyir, mağazada işləyir, amma maaşı əllə alsalar da, amma rəsmi əmək müqavilələri var. Yəni rəsmi əmək müqaviləsi olan şəxslər maaşlarını əllə belə alsalar, onlar maaşları haqqında burada heç bir məlumatı yazmırlar. Onlar sistem özü zaten onların maaşlarını görür. Deməli dostlar, burada bütün ailə üzvləri haqqında məlumatları yazırıq. Yazdıqdan sonra irəli düyməsini vururuq. İrəli düyməsini vuranda bizə belə bir xatırlatma gəlir və davam et düyməsini vururuq. Davam et düyməsini vurduqdan sonra doldurduğumuz bütün məlumatlar yenidən bizim gözümüzün qarşısına gəlir ki, yenidən yəni baxın. Deyək ki, burada Azərişıq, Azəriqaz, Azərsu kodlarına və yaxud ailə üzvlərinə yazdığımız məlumatlara, ünvanlara yenidən baxaq ki, əgər səhvimiz varsa, həmin səhvlərimizi düzəldək. Bütün məlumatlara isə baxdıqdan sonra gəlirik ən axıra və burada bizə artıq sənədin qeydiyyatı deyir. Və biz də sənədin qeydiyyatını vururuq. Sənədin qeydiyyatını vurduqdan sonra yazır ki, burada ərizəniz qeydiyyata alınmışdır və bağla düyməsini vururuq. Bağla düyməsini vurandan sonra dostlar, bax belə bir pəncərə gəlir. Bax, burada işimiz bitməyib. Bax, bunu mütləq etmək lazımdır ki, sənəd geçsin. Hələ ki, sənədimiz yetməyib. Və burada üz aşağı ox işarəsini vururuq. Və belə bir pəncərə açılır, gördünüz, göndər. Göndər düyməsinə vururuq və buradan göndər yenə, göndər deyirik və əməliyyat müvəffəqiyyətlə icra olundu və bağla deyirik. Bağla dedikdən sonra artıq bizim sənədimiz EMAS sisteminə daxil edilmişdir. Buradan yenə yuxarıda sağ küncdə 4 xətti vururuq, sosial ödənişlərə müraciəti vururuq, bütün müraciətlərim deyə vururuq. Və burada birinci, sonuncu artıq bizim indi göndərdiyimiz sənəddir. Gəlir görsün, tarixi də göstərir burada. 12-3-cü ayda göndərdik artıq sənədi. Yazılıb sənədin statusu bölməsinə də sənəd emal edilir. İndi bir günə, 2 günə sənəd emal edildikdən sonra artıq status bölməsində yazacaq ki, təyinata namizəd. Təyinata namizəd yazıldıqdan sonra da artıq yoxlamanı, səbirli olub yoxlamanı gözləmək lazımdır. Yəni vəssalam, bu qədər sadə. Dostlar, əməyə qiymət olaraq videonu bəyənin, kanala abunə olun.
Kimin də hansı tərəf qaranlıq qaldısa, kimə nə sual olsa, yenə videonun rəy bölməsində öz sualını bizə ünvanlasın.